Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində satışa çıxdı bu ev. 69 min manata. Kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Yəni paket kupça. Nəqd satışa da yararlıdır, ipotekaya da yararlıdır. 69 mindən də ev sahibi özü qiymətində endirim eləyəcək. Qaz, su, işıq sayğacını qoyacaq, o heç onun özünə aiddir. Kanalizasiyası mərkəzidir. Evimizin hasarın divarı da evin öz divarıdır. Tarsovka emusiyadır. İndi bu tarsovka vurulub, emusiyanı hələ indi vuracaqlar. Mən ona görə tez gəldim çəkməyə. Küçəni bir dənə göstərək. Bax, enli küçədir, böyük küçə. Oradan da marşrut keçir. O 508-dir də. Hə, Bakubusun avtobusu 508. Bax, o qabaqdan keçir. Yaxşı, rahat yerdədir. Mütləq gəlin, baxın. Köhnə məhəllədir. Kanalizasiyası da var. Suyu, qazı, qəşəng işığı, təzyiqlidir suyu. Suyu qəşəng təzyiqlə gəlir. Daimi gələn yerdir bura. Burada da heç bir maneə yoxdur. Heç bir problem yoxdur. Həyəti trafın sıracı göstərin. Bax, buradan maşın girmək üçün böyük bir yeri var. Bax, görürsünüz, evin üstü də tarsovkadır, hasarlardır. Bir dənə bu emisiyaları göstərin. Bax, bunların da axşam usta hamısını vuracaq. Siz gələnə bunların hamısı hazır olacaq. Çox qəşəng, səliqəli, səhmanlı evdir. Evlərin pəncərələri qəşəng ramkaya alınıb. Səliqə səhmanla iş görüblər. Neçə daş kürsülüdür, Rauf? 8 daş kürsülü evdir. Evimizin burasında da yer var, məsafə var. Padvala girişi göstərin oradan. Bax, orada padvala girmək üçün xüsusi qapı qoyulub. Padvala da göstərin, qoyub tam dəqiqliyi ilə görsünlər. Bax, buradan giririk evimizin içərisinə. Zəhmət olmasa yaxınlaşın. Pəncərələri zat göstərin hamısını. Gəlin bura, bax. Otaqların fırçatırlarını göstərin. Bax, koridoruna baxın, fikir verin. Koridor sistemi ilə olan bir evdir. Səliqə səhmanlı evdir. Qəşəng təmir olunub və təmirin gözəl ediblər. Özü də keyfiyyətli evdir. Fundamentli, kəmərli evdir. Bunları özünüz gələndə canlı burada baxarsınız. Gəlin birbaşa qonaq otağına keçək. Bax, bu qonaq otağıdır. Yəni zalı. Görürsünüz? Tam demək olar ki, hazırdır. Siz bir dənə toxuna mebeli, konvezi, radiator gətirin, bağlayın. Bu evə hazır köçün. Qoşadaş kubiklə düşülür. Zəhmət olmasa yaxınlaşın. Bax, buradan pəncərədən göstərək qoşadaş. Pəncərənin qalınlığını görürsünüz. Töllər də var, içəridə var. Yəni qoşa daşla tikilib, onu demək istəyirdim. Bax, belə, bu zalıdır. TV stentidir, bütün radiator fırçatılar qoyulub, aboyları da qəşəng, çatan, bahalı aboylardır. Gəlin mətbəxə baxaq hələ. Bu da mətbəxdir. Mebel arası keramikanı yenə vurub, bütün nöqtələri qoyulub, pəncərəsi buradan açılır birbaşa öz həyətinə. Bu bizim mətbəximiz idi. Burada da yataq otaqları var. Bu bir yataq otağıdır. Bu bir yataq otağıdır, baxın. Görürsünüz? Bu bir yataq otağı. Bu da növbəti yataq otağı. Bax bu. Burada növbəti yataq otağı. Görürsünüz? Yenə buradan baxırsan öz həyətinə. Pəncərə açılır birbaşa öz həyətinə. Sanitar qovşağını da göstərək. Bu da sanitar qovşağıdır. Bax belə. Tam dəqiqliyi ilə izah elədim ki, görəsiniz. Deməli, biz də izah edirəm. Saray qəsəbəsində, diqqətlə baxın, Saray qəsəbəsində. Sot yarımın içərisində kupçalı evdir. Bu bilirsiniz haradadır? Gəncə təndiri var. Elə Gəncə təndiri. Bayaq sizə göstərdiyim küçə həmən yox. Gəncə təndirinin yanıdır. Sumqayda da yaxındır, Bakı marşrutuna da yaxındır, marketlərə yaxındır. Ya rahat yerdədir. Mütləq gəlib baxsınız, özünüz görəcəksiniz. 69 mindən də qəti narahat olmayın, özü endirim eləyəcək. Mənə belə dedi ki, gəlsələr, baxsalar, bəyənsələr, qəşəng endirim eləyəcəm. Sağ olun.